Salam, bugün sizinlə süd vəzinin ultrasəs müayinəsi və problemləri haqqında danışacağıq. Bu haqda sizə məlumat verəcəm. Süd vəzi ultrasəs müayinəsinə gələrkən hər hansı bir xüsusi hazırlıq tələb olunmur. Menstrual siklin 8-18-ci günü ultrasəs müayinəsinə müraciət edə bilərsiniz. Ultrasəs müayinəsinə heç bir problem olmadıqda ildə bir dəfə gəlməniz məsləhətdir. Bu müddət ərzində ev şəraitində də xanımlarımız özləri süd vəzlərinə nəzarət keçirdir bilərlər. Belə ki, onlar güzgünün qarşısında duraraq qoltuq altı proyeksiyadan süd vəzinə doğru əl hərəkətlərlə sürtərək süd vəzlərində hər hansı ələ dəyən bir törəmənin olub-olmadığına nəzarət edə bilərlər. Buzqater çıxarılan zaman buzqaterdə gilə nahiyəsindən gələn hər hansı bir ifrazatın olub-olmamasına nəzarət edə bilərlər. Bundan əlavə gilə proyeksiyasında gilənin arxaya dartınma əlaməti varmı? Gilə nahiyəsində qızartılar varmı və yaxud süd vəzi dərisində hər hansı bir dəyişiklik varmı baxılmalıdır. Bunlardan hər hansı birinə rastlanarsa o zaman ultrasəs müayinəsinə mütləq şəkildə müraciət olunmalıdır. Ultrasəs müayinəsində süd vəzinin fibroadenomları, xoş xassəli törəmələri, mastitlər, iltihabi prosesləri, abseslər, toplanmış iltihabi proseslər, kistalar vizualizə olunur, diaqnostikası aparılır. Bundan əlavə süd vəzinin həmçinin bədxassəli törəmələrini də biz ultrasəs müayinəsində aşkarlayırıq. Səhhətimizə qarşı diqqətli olaq, erkən diaqnostika həyat qurtarır.